Bəndə deyir, la havlə və la quvvətə illa billahil aliyyil azim. Allahdan başqa heç kəsdə qüdrət və qüvvət yoxdur. Bəndə bunu deyəndə Allahdan nida gəlir, mənim mələklərim, verin hacətlərini. Deyirlər, ilahi bu dua eləmədi. İlahi bu tövbə də eləmədi. Bu nəsə eləmədi, nəyin əvəzidir? Deyir ki, heç nə. Heç nə. Etiraf elədi ki, qüdrət mənim əlimdədir. Mən bəyər nəsə başqa şey istəyirəm. Etiraf elədi ki, qüdrət mənim əlimdədir. Bizdən nə tələb olunur? Etiraf elə, ilahi sən qüdrətlisən. Əməlimdən istəmirəm, qüdrətindən istəyirəm. Deyir, açın qapıları, verin ona. İnanın, bu qədər asandır. Hamısının, həmən bu şeyi mən özüm əməl edirəm deyə bunu lap cürətlə sizə deyə bilərəm. Bunu da mən eləyirəm hər gün namazdan sonra. Bu zikri öyrətdi. 3 dəfə ixlas, 3 dənə salavat.